İlk öncə hadisələrin bitəcəyinə inananlar öldülər. Sonra isə hadisələrin bitməyəcəyinə inananlar öldülər. Və ən sona işinə fokuslananlar sağ qaldılar. Viktor Frankl bu sözləri deyir. Və bu sözləri mənim deməyimin məqsədi odur ki, bir neçə gün əvvəl alüminium folqa və mikrodalğalı soba haqqında video paylaşım etmişdim. O videoda çoxlu kommentlər gəldi, çoxlu paylaşımlar, kommentlər gəldi. Maksimum sayda, çox sağ olun. Və orada əksər dostlarımız yazırdılar ki, onsuz da öləcək. Dostlar, yaşamaq var, həyat var, sevgi var və daimi inkişaf var. Bu işlətdiyiniz söz isə sadəcə keçiddir. Və insan nə qədər çox inkişaf elətdirdisə, bədənini, ruhunu inkişaf elətdirdisə, o daha yaxşı yerlərə keçid edəcək. Yəni fizikadan da hamımız eşitmişik ki, heç bir maddə yoxa çıxmır. Sadəcə olaraq yerini dəyişir. Yəni keçir başqa yerə. Belə dostlar, aktiv olaq, sağlam olaq və onu da bilək ki, daim bu sözü təkrarladıqca insanı qorxu basır və qorxu isə sizə imkan verməyəcək inkişaf eləməyə, yəni hərəkət eləməyə və inkişaf eləməyə. Belə dostlar, aktiv olaq, sağlam olaq, sevgi dolu olaq. Sağ olun.